Bir məsələ toxunmaq istəyirəm. Adayın vaxtında deməli Gəncədə Rəsulzadın nəyə görə istiqbal edir? Bilirsin o məsələsi. Bəli. O məsələ bilirsiniz, Rəsulzadə böyük ideoloq idi, böyük siyasətçi idi. Bu kişilər böyük kişilər idi. Azərbaycan dövlətini yaratmışdı, bərpa elədilər. Yaratmadılar, bərpa elədilər. Cumhuriyyəti, şərqdə ilk demokratik dövlət. Yəni, Rusiya işğalı ilə Azərbaycan dövlətçiliyinə fasilə verildi. Yəni, dövlətçiliyimiz əldən etmişdi. Bu kişilər Azərbaycan dövlətçiliyini bərpa elədilər. Və o Nuru Paşa gələndə ki, Azərbaycan, Türkiyənin, Osmanlının bir parçası olsun, bunu Cümhuriyyətin üzvləri qəbul eləmədi. Eləcə də onların əsas ideya rəhbəri orası düz deyirsiniz. Amma bu barədə məlumat demək onlar yoxdur. Təkcə Osmanlılar yox, həm də yerli müsəlmanlar, müsəlman partiyalar deyirlər ki, bəli, biz Osmanlılar bir yerdə olmalıyıq. Allahın da başa düşürəm. Müsəlmanlar bölünməsinlər, bölünməyiz. Orası elə idi, çünki imdad Osmanlılardan gözləyirdi əhali. Yeganə sığınacağımız dövlət Osmanlı idi. Amma bu kişilər Azərbaycan dövlətçiliyini bərpa eləməyə qarşılarını qoymuşlar, ona da nail oldular. O Rus silahı ilə bu dövlət aradan götürüldü, yenə qan tökmədilər də, gördülər ki, mümkün deyil, hakimiyyətdən getdilər. Bunlar, siz maraqlı bir məsələyə toxundunuz. Çünki o zamanın ziyalılarının anlamı nə idi? Etnik baxımdan o millətlərə bölmə İslam dünyasında yoxdur. Var müsəlman, qeyri-müsəlman. Allah ölənlərimizi rəhmət eləsin, mənim böyük qardaşım. Ölənə qədər soruşanda deyildim, mən müsəlmanım. Deyildim, arayım. Çeçen də müsəlmandır, Ərəb də müsəlmandır, Fars da müsəlmandır. Mən uşaqlıqdan öyrənmişəm ki, soruşanda kimsən deyirəm müsəlmanım. Tarih mənim, hələ mən 25 il olan əvvəl parlament seçmişdim Nizami Cəfərovdan ki, o adələrin əməli başlı sübəyən bir ölkə olmalıydı. Burada İngilislər İlham Əliyevin bu vaxt çıxışı var. Bilirsiniz ki, suverenliyi yarıçıl edir o ölkənin. Ondan başqa ilxaqçı damğası vurmuşlar yerli müsəlmanlara. Hansılar ki, deyirlər ki, Osmanlılar bir yerdə olmaq. Osmanlılar da yox dedilər. Sonra Qafqazın Dağlı Respublikası, onlar da yox dedilər. Müsəlmanlar birləşməlidirlər güclü olmaq üçün. Axırda nə oldu? Axırda pis oldu. O zaman elə idi ki, bunlar mütərəqqi ziyalılar idi. Mütərəqqi nə deməkdir? Biz müsəlman olaq çalışmalıyıq Allahın qazanlar rəğbətini. Bizim indi burada fikirlərimiz ayrılır nəyə görə? Bunlar sivil, eyni zamanda müsəlman dövləti yaratmaq istəyirdilər, qanuna əsas olan dövlət. Bunu da yaratdılar, parlamentli bir respublika, ideal bir dövlət yaratmışlar. Amma dövr başqa dövr idi. Hətta o birləşsəydilər də deyək ki, yenə bir nəticə olmayacaqdı. Türkiyənin... Müsəlman olaraq biz çalışmalıyıq Allahın razılığını qazanmaq. Onlar isə istədilər Fransanı, İngiltərə razılıq qazanmağa çalışır. Yox, elə deyil. Heç bir mən o fikirlə razı deyiləm. Həqiqət budur. Həqiqət həmişə acı olur, amma asıl həqiqət. Yox, reallıq bundan ibarətdir ki, o kişilərin heç biri nə İngilizsin, nə Fransızın, nə Amerikanın hakimiyyəti altında qalmaq istəmirlər. Onlar müstəqil Azərbaycanın ideoloqları. Yeni müsəlmanlara da ilxaqçı damğası vurdular. Deyirlər, siz gericisiniz, siz ilxaqçısınız.
Biz siz gelin real danışalım da. Bunlar bir defa bilmem Şahin Mustafa'yı tanıyırsınız ya yok. Türk Akademiyası'nın prezidenti. O bir defa bana danıştı. Deyir, Azərbaycan cəmiyyətinin xadimləri haqqında bir kitab hazırlanmışdı. Özbek akademiki yaxınlaşdı mənə. Dedi, Şahin Məcidoviç, sizdə gör nə cür yüksək səviyyəli ziyalılar olur. Bunlar da böyük kişilərdir. İndi o başqa məsələ ki, bu hakimiyyəti saxlaya bilmədilər. Əvəzində millət ölkəsi idi. Bu erməni başlıqsız qura bilmədilər. Yox, bilirsiniz necədir? Tətillər. Gəlin belə deyək də, orası zaten sözləri ilə deyək, azadlığı xalqa dadızdırdılar. İndi mən hətta o gün bir tədbirə dəvət edildilər. Orada çıxış edəndə dedim, Azərbaycan Arxeoloji Cəmiyyəti Bakı Dövlət Universitetində yaranır. Əksəriyyəti də qeyri Azərbaycanlılar idi. Amma onlar o Cumhuriyyət dövründə artıq bu dövlətin ideologlarına çevirmişdilər. Paxomov təmiz Rus idi. Amma baxıram ki, 24-cü ildə yazır ki, yazmır inqilab, yazır perivarot. 28 apreli mən təəccübləndim ki, bu Rus olar. Çünki o cəmiyyətdən çıxmışdı da. 28 apreli perivarot kimi qeyd edir. Çevriliş kimi, inqilab kimi yox. Orada bu mübahisəli məsələdir. Mən o kişilərin tərəfdarıyam. Allah onlara rəhmət eləsin. Bu dövləti yaratdılar. Əgər onlar bu yaratmasaydılar, Dəstəzadə düzdür. Nəyin bahasına olursa olsun biz Bakını almalıyıq. Bakını almağına çox şey qazandı Cumhuriyyət. Və Azərbaycan Respublikasının o ərazi vahidlərinin həllində, sonra Bakının Azərbaycanlı. Lenin bilsə nə istəyirdi? Lenin istəyirdi ki, Bakı nəyin bahasına olursa olsun, Rusiyanın tərkibində olsun. Bu kişilər qoymadı onu. Nəysə. Burada nöqtə qoyaq.